Səhiyyə Nazirliyinin oftalmoloji aksiyası Xocalıda. İşğalda azad olunan ərazilərdə böyük qayıdış proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 20-21 noyabr tarixlərində Nazirliyin akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən Xocalı rayonunda əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. 2 günlük müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konjunktivit, refraksiya patologiyası, miopik astigmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Tibbi aksiyada ümumilikdə 160-a yaxın sakin oftalmoloji müayinədən keçib. Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.